Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Sallallahu ala nebiyyina Muhammedin ve ala alihi ve ashabihi ecma'in ve men tebi'ahum bi ihsanin ila yevmiddin. Rabbi şrahli sadri ve yessirli emri ve ahlul uqdeten min lisani yefkahu qavli. Əziz qardaşlar, möhtərəm müsəlmanlar, Allah Teala'dan istəyirik ki, bu məclisi hər birimiz üçün faydalı etsin. Qiyamət günü bizim xeyrimizə etsin. Sonra dəyərli qardaşlar, danışmaq istədiyim mövzu hər bir iman gətirən, hər bir inanclı insan üçün ən əsas və mühüm olan mövzulardan biridir. O mövzu da hər bir insanın Allaha ortaq qoşmaqdan çəkinməsi barədədir. Çünki bu əməl elə bir əməldir ki, bağışlanmaz olan bir əməldir. Yəni, iman gətirən müsəlman, mömin, inanclı insan bilməlidir ki, Allaha ortaq qoşmaq ən təhlükəli əməldir. Hər bir müsəlman həyatında ümumiyyətlə Allahın qəzəbinə gətirəcək hər bir günahdan çəkinməlidir. Xüsusilə də Allaha ortaq qoşmaqdan çəkinməlidir. Çünki elə bir günahdır ki, yəni Allah qatında bağışlanmaz olan bir günahdır. Yəni müsəlman, iman gətirən insanın qəlbində hərislik olmalıdır bu günahdan çəkinməyə. Qəlbində istək olmalıdır bu günahdan çəkinməyə. Çünki elə bir günahdır ki, Allaha ortaq qoşmaq əbədiyyən insanın cəhənnəmə daxil olması üçün səbəbdir. Çünki ən təhlükəli günahdır, əziz qardaşlar. Şirk, Allaha ortaq qoşmaq günahların içərisində ən böyük, ən əzəmətli günahdır. Və həmçinin ən böyük cinayətdir Allaha qarşı. Fikir verin, Allaha qarşı ən böyük cinayətdir. Allah dərgahında heç zaman bağışlanmaz olan bir günahdır. Ona görə insan diqqətli olmalıdır. Xüsusən iman gətirən, inanclı insan çalışmalıdır ki, özünü qorusun. Çünki şirk, Allaha ortaq qoşmaq Allahın həm rububiyyətinə, həm uluhiyyətinə naqislik gətirir. Yəni, insan Allaha ortaq qoşduğu təqdirdə Allahın rububiyyəti və uluhiyyətini artıq naqisləşdirmiş olur. Ona görə də mömin bilməlidir ki, şirk elə bir günahdır ki, hər şeyə qadir olanı, hər şeyə gücü çatanı və hər şeyi idarə edəni aciz olanla bərabər tutmaqdır. Fikir verin, nə qədər əzəmətli günahdır. Yəni, əgər bir insanın inancında Allahdan başqa heç bir məbud yoxdur, heç bir güc sahibi yoxdur, heç bir idarəçi yoxdur, hər şeyə qadirdir, inancı formalaşmışdırsa, artıq əgər bir insan başqasına yönəlirsə, deməli, həmin ilahı, həmin xaliqi, həmin Rəbbi naqisləşdirmiş olur. Ona görə mömin diqqətli olmalıdır. Allahdan başqasını çağırmamalıdır. İstər duada, istər imdadda, köməkdə, hər hansı olan bir əməl olur olsun, insan Allahdan başqasını çağırmamalıdır. Təbii ki, ibadətlər mövzusuna aiddir mövzumuz. Yəni, insan yalnız Allaha üz tutmalıdır. Allahdan başqasını çağırmamalıdır. Təsəvvür et, insan aciz olanı, gücü olmayanı, gücsüz olanı hər şeyə gücü çatanla bərabər tutur. Baxın şirkin təhlükəsinə, görün nə qədər böyük təhlükəli bir günahdır. Yəni, insanın qəlbində o inanc var ki, Allah hər şeyə qadirdir. Hər şeyə gücü çatandır. Lakin insan qəlbini yönəldir nəyə? Aciz olana, gücsüz olana. Təbii ki, Allahla müqayisədə insan düşünməlidir ki, Allahla müqayisədə Allahdan başqa bütün yaradılanların hamısı Allahın dərgahında nədir? Acizdir, gücsüzdür. Ona görə insan düşünməlidir ki, sən başqasına üz tutanda düşün ki, sən zəif olanı, aciz olanı, ehtiyaclı olanı hər şeyə qadir olanla bərabər tutursan. Baxın, bu Allaha qarşı nə qədər böyük cinayətdir, haqsızlıqdır. Ona görə kitab və sünnədə, Quran-ı Kərimdə, eyni zamanda Peyğəmbər sallallahu aleyhi və səlləmin sünnəsində kifayət qədər dəlillər var ki, bu günahın bağışlanmaz günah olması haqqında. Hər bir müminin qəlbində bu günahdan qorxu hissi olmalıdır.
Bəli, qorxu hissi. Hətta o günaha düşə deyə. Yəni, mömin, iman gətirən insanın qəlbində bu günaha düçar olmamaq qorxusu olmalıdır. Allaha sığınmalıdır. Fikir verin. Allah Teala Quran-ı Kərimdə bildirir bu günahın bağışlanmaz günah olması haqqında. Elə bir günahdır ki, Allah Teala bütün günahları bağışlaması barəsində bildirir, lakin bu günahın bağışlanmaz günah olduğunu da qeyd edir. Allah Teala buyurur ki, İnna Allah la yaghfiru en yushraka bihi və yaghfiru ma dun zalika limen yasha. Allah Teala buyurur ki, şübhəsiz ki, Allah ona qoşulan şəriki bağışlamaz. Lakin ondan başqa olanı isə istədiyinə bağışlayar. Fikir verin ayətin əzəmətinə. Ayədə qeyd olunan Allah Teala bildirir ki, ayədə qeyd olunan odur ki, Allah özünə qoşulan şirki, ortaqlığı heç zaman bağışlamaz. Ona görə mömin yaxşı-yaxşı düşünməlidir. Bu ayə bizə nəyi bildirir? Allah bu ayədə açıq aydın bəyan edir ki, kim Allahdan başqasına üz tutarsa, Allahdan başqasını köməyə çağırarsa, Allahdan başqasına yönələrək imdad diləyərsə, Allahla qarşılaşanda Allaha ortaq qoşmuş halda qarşılaşacaq. Allah qorusun. Ona görə də insan qəlbində bu günahdan qorxu hissi olmalıdır, daimi. Təsəvvür edin, peyğəmbərlər bu günahdan Allaha sığınıblar. Salihlər, qəlbində imanı yüksək dərəcədə olan kimsələr. Çünki, əziz qardaşlar, möhtərəm müsəlmanlar, əgər bir insan Allahın haqqını pozarsa, Allaha aid olan, Allaha xas olan sifətləri Allahdan başqasına yönəldərsə, bir mənalı olaraq Allahla qarşılaşanda Allaha ortaq qoşmuş halda qarşılaşacaq. Ən ağır günahdır, ən təhlükəli günahdır. Allah Teala Quran-ı Kərimdə bildirir. O kəslər ki, Allahla qarşılaşanda Allaha ortaq qoşmuş halda onlar üçün heç zaman qurtuluş olmayacaq. Heç zaman. Onların əzabı davamiyyətli olacaq. Şiddətli olacaq. Və onlar üçün ölüm olmayacaq. O kəslər ki, Allaha ortaq qoşur və yaxud Allahı inkar edirlər, onların aqibətini Allah Teala Quran-ı Kərimdə bildirir. وَالَّذ۪ينَ كَفَرُوا لَهُمْ نَارُ جَهَنَّمَ. Allah Teala buyurur ki, o kəslər ki, inkar edərlər, inkar edənlər üçün cəhənnəm odu vardır. وَالَّذ۪ينَ كَفَرُوا لَهُمْ نَارُ جَهَنَّمَ. İnkar edənlər üçün cəhənnəm odu vardır. لَا يُقْضَى عَلَيْهِمْ فَيَمُوتُ. Allah Teala ayədə bildirir ki, onlar üçün hökm verilməyəcək ki, onlar ölsünlər. وَلَا يُخَفَّفُ عَنْهُمْ مِنْ عَذَابِهَا. Eləcə də onların əzabından heç bir şey yüngülləşdirilməyəcək. Beləliklə biz hər bir inkar edəni belə cəzalandıracağıq. Fikir verin günahın ağırlığına. Əgər bir insan Allaha ortaq qoşarsa və yaxud da ki, inkar edərsə, inkar və ortaq qoşmaq eyni qəbildəndir. Bir insan inkar edirsə və yaxud da ki, Allahla yanaşı başqasını Allaha tay tutursa, Allahın rububiyyətinə və uluhiyyətinə xələl gətirmiş olur. Allah Teala açıq aydın bildirir ki, kəzəlikə nəczi kullə kəfur. Beləliklə, hər bir inkar edəni beləcə cəzalandıracaq. Ona görə insan qorxmalıdır Allahdan. Allaha heç bir şey ortaq qoşmamalıdır. Allahdan başqasına üz tutmamalıdır. Heç bir məxluqa. Nə qədər salih olsa belə, nə qədər Allah qatında dəyəri yüksək olsa belə, hörmətli şəxs olsa belə, yenə insan onu Allahla bərabərləşdirməməlidir. Bu sözü deyəndə bəzi kəsimlər elə başa düşür ki, biz deyirik ki, onlar Allahdan başqasına üz tuturlar. Bəli, əlbəttə Allahdan başqasına üz tutulur. Əgər bir insan insanları Allahdan başqasına yönəldirsə, bunun başqa nə adı ola bilər ki? İnsanın ən birinci öyrənəcəyi elm həyatında, İslama daxil olduqda, madəm ki iman gətirib,
ən birinci öyrənəcəyi elm tövhid olmalıdır. Özü ilə Allah arasında olan bağı, inancı qurmalıdır. Və bununla bərabər onun tövhidinə xələl gətirən əməli də öyrənməlidir, bilməlidir. Tövhidin əksi nədir? Allaha ortaq qoşmaq. İnsan tövhidi bilməklə yanaşı şirki də bilməlidir. Hətta ona düçar olmasın. Çünki tövhid ən əzəmətli elmdir. Və eyni zamanda da ən böyük və ən ağır günah Allaha ortaq qoşmaqdır. İnsan bunu bilməlidir, bundan agah olmalıdır ki, o əmələ düçar olmasın. Baxın, Allah Teala Quran-ı Kərimdə onların aqibəti haqqında nə deyir? Deyir ki, وَهُمْ يَسْتَرِخُونَ فِيهَا Onlar deyir, orada cəhənnəmin daxilində fəryad edəcəklər və deyəcəklər. Rabbənə əxricnə nə'məl salihən qayrəlləzi kunnə nə'məl. Ey Rəbbimiz, bizi buradan çıxar. Hansı ki, dünyada ikən deyil, dünyada etdiyimiz əməlləri deyil və salih əməllər edək deyə Allaha dua edəcəklər. Fikir verin, Allah Teala Quran-ı Kərimdə həmin ayənin ardında nə deyir? Əvələm nuammirkum mə yətəzəkkəru fihi mən təzəkkəra və cəəkumun nəzir. Məyər deyir, biz sizə düşünə biləcək kimsənin düşünə biləcəyi qədər ömür vermədikmi? Və eləcə də sizə xəbərdar edən gəlmədimi? Baxın, aqil insan, hər bir iman daşıyan, hər bir ağıl sahibi düşünməlidir. Allah Teala açıq aydın bəndələrinə bildirir. Məyər biz sizə düşünə biləcək bir kimsənin düşünəcəyi qədər ömür vermədikmi? Ona görə insan üçün ömür bir fürsətdir. O ömründən yararlanmalıdır. Allahı düzgün şəkildə tanımalıdır. Ona ortaq qoşmamalıdır. O əməl ki, insanın əməlini puç edir, onu əbədiyyən cəhənnəmə düçar edir, insan ondan həzər etməlidir, çəkinməlidir. Hansı ki, insanı əbədiyyən bağışlanmaz bir hala salır Allah qatında. Ona görə dəyərli qardaşlar, insan bilməlidir ki, günah, xüsusən də şirk, insanın əbədiyyən cəhənnəmə daxil olması üçün səbəbdir. Allah hər birimizi qorusun. Allah Teala Quranda həmin ayənin ardında bildirir ki, Fatir surasında فَذُوقُوا فَمَا لِلظَّالِمِينَ مِنْ نَصِيرٍ Elə isə deyir, dadın deyir siz əzabı. Zalimların heç bir köməkçisi olmaz. Bəli, əziz qardaşlar, mömin, iman gətirən insan daim qəlbində qorxu hissi olmalıdır. Allaha ortaq qoşmaqdan. Qəlbində tövhidi uca tutmalıdır. Allahı təkləşdirməyi uca tutmalıdır. Günahların ən böyüyü olan şirkdən çəkinməlidir. Bəzi insanlar biz şirkdən danışanda, tövhiddən danışanda sanki qıcıq olurlar. Bunlar ancaq tövhiddən danışır. Və yaxud da ki, bunlar ancaq şirkdən danışır. Peyğəmbərlərin gəlişinin əsas hədəfi, qayəsi, missiyası bunun üzərində qurulub. Cəmiyyətləri düzgün inanca yönətmək üçün, cəmiyyətləri, insanları yalnız tək olan Allaha yönətmək üçün, Allahdan başqasına yönətməmək üçün. Niyə qıcıq olmalıdır insan? Məyər biz deyəndə ki, yalnız Allaha ibadət etmək lazımdır. Başqasından kömək istəmək olmaz. İnsan niyə qıcıq olmalıdır? Zaten bu dinin əsas gəlişi də, əsas hədəfi də, qayəsi də bunun üzərində qurulub. Allah Teala bütün peyğəmbərləri bunun üçün göndərib. İnsanları, yer üzərində yaşayan insanları tək olan Allahı tanıtmaq, ona ortaq qoşmamaq, onu təkləşdirmək üçün. Ona görə biz insanlara yalnız tək olan Allaha ibadət edin dedikdə və Allaha ortaq qoşmayın dedikdə bundan əzəmətli nə ola bilər ki? İnsanın bundan daha dəyərli öyrənəcəyi başqa nə ola bilər ki? Ən birinci insanın öyrənəcəyi bu olmalıdır. Məyər sən İslama addım atmısansa, iman gətirmirsənsə, ən birinci sən öz Rəbbini düzgün tanımalısan. Və ona xələl gətirən, onun uluhiyyətinə, ilahlığına, onun rububiyyətinə, Rəbliyinə, onun sifətlərinə, adlarına xələl gətirən, naqisləşdirən bütün günahları bilməlisən ki, sən ondan çəkinəsən. Bəli, insanlara şirki çatdırmaq lazımdır. Öyrətmək lazımdır ki, insanlar bilsin ki, bu əməl şirkdir. Allaha ortaq qoşmaqdır. İnsanlar bu günahın, böyük günah, əzəmətli günah olmasından xəbərdar olmalıdır ki, o günaha düçar olmasın. Əgər bu günah çatdırılmadıqda, əlbəttə kim necə istəyir inancını o cür formalaşdırasıdır. Kimdən gəldi, necə gəldi, kömək istəyəsidir. Təəssüf ki, İslam daxilində bu hallar baş verir.
İnsanlar var ki, Allahı qoyub Allahdan başqasına tapınır, dua edir, yardım istəyir, kömək istəyir, övlad istəyir, şəfa istəyir. Allah qalıb, yerin göyün sahibi, hər şeyi idarə edən, hər şeyin xaliqi, hər şeyi verən, amma Allahdan başqa olan, Allahın yaratdığı məxluqlara üz tutulur. Ona görə insanın qəlbində qorxu hissi olmalıdır. Əgər insan qəlbində tövhid əzəmətli olarsa, o zaman onun qəlbində şirkdən çəkinmə hissi olacaq. Əgər bir insanın qəlbində tövhid əzəmətli deyilsə, o insan üçün şirk adi bir haldır. Qiyamət günü Allaha ortaq qoşan və eyni zamanda Allahı inkar edən dünya həyatına təkrar qayıtmağı istəyəcək. Allahdan istəyəcək. İkinci dəfə dünya həyatına qayıtsın. Yaxşı əməllər etsin. Allaha ortaq qoşmasın. Allahın buyurduğu salih əməlləri yerinə yetirsin. Fikir verirsiniz? Qiyamət günü mütləq insan bunu istəyəcəkdir. Hansı insan? İnkar edən, Allaha ortaq qoşan. Eləcə də əzabı dadan insan qiyamət günü əzabının sona çatmasını istəyəcək. İstəyəcək ki, onun əzabına xitam verilsin, hökm verilsin və o ölsün. Bir dəfəlik, yox olsun. Lakin onun çağırışına heç bir cavab verilməyəcək. Ona görə aqil insan düşünməlidir. Nə qədər ki, fürsəti var, ömrü var, bu həyatda yaşayır. Yaxşı-yaxşı düşünməlidir. Ömür insana bir dəfə verilir. 2 dəfə verilmir. Əgər sən bu gün bu həyatda Allahı əzəmətli tutacaqsansa, Allah Teala mütləq səni bağışlananlardan edəcəkdir. Əksi halda, əgər bir insan Allaha ortaq qoşarsa, Allahı inkar edərsə, qiyamət günü o təkrar Allahdan istəyəcək ki, geri qaytarsın onu, amma o baş verməyəcək. Çünki insana ömür bir dəfə verilir və insanın hətta əzabı belə yüngülləşdirilməyəcək. Kim ki, Allah qorusun, cəhənnəmə düçar olacaq, inkar əhli olacaq, Allaha ortaq qoşmuş olacaqsa, əzabı onun yüngülləşdirilməyəcəkdir. Quran-ı Kərimdə Allah Teala bildirir ki, həmin o əzaba düçar olanlar barəsində. Yuxarıda söylədiyim ayədən daha şiddətli ayədir. Nəbə surəsində keçir. Allah Teala buyurur ki, fəzuqu, əzabı dadın. Fələn nəzidəkum illə əzəbən. Biz sizə əzabdan başqa bir şey daddırmayacağıq. Yəni, fikir verin. İnsan əgər cəhənnəmə düşərsə, cəhənnəmə düşdüyü təqdirdə Allah Teala cəhənnəm əhli üçün bildirir. Fəzuqu fələn nəzidəkum illə əzəbən. Əzabı dadın, biz sizə əzabdan başqa heç bir şey artırmayacağıq. Yəni, insanın əzabı daha da artırılacaqdır. Allah qorusun. Ona görə bəli, əziz qardaşlar, hər bir müminin qəlbində, hər bir iman daşıyanın qəlbində qorxu hissi olmalıdır. Allaha ortaq qoşmaqdan, şirkə düçar olmaqdan Allaha sığınmalıdır. Bu mühüm məsələdir, bu əsas məsələdir. İnsan öz tövhidini gücləndirməlidir, qəlbindəki tövhidi gücləndirməlidir. Hətta peyğəmbərlər belə Allaha ortaq qoşmaqdan çəkinərdilər. Salihlər belə Allaha ortaq qoşmağa, düçar olmaqdan çəkinərdilər. Məhər peyğəmbərlərin həyatı bizim üçün örnək deyilmi? Bizim üçün örnək olan əsas peyğəmbərlərin həyatıdır. Fikir verin, diqqət edin. İbrahim əleyhissalam, Allah Teala onu nə adlandırıb? Xəlilullah, Allahın xəlili olaraq adlandırıb. Hansı ki, öz cəmiyyətində bütlər satılırdı, bütlər düzəlirdi. Öz əlləri ilə bütləri neynədi? Dağıtdı. Baxın, qəlbində tövhid nə qədər əzəmətli idi, Allaha dua edirdi. Özünün və övladlarının bütə düçar olmaması üçün, özünün və övladlarının bütə tapınmaqdan, ibadət etməkdən uzaq olması üçün Allaha dua edirdi. Fikir verin duasına. وَجْنُبْنِي وَبَنِيَّ أَنْ نَعْبُدَ الْأَصْنَامِ. Allaha dua edərdi ki, Allahım, məni
və övladlarımı, oğul uşağımı bütlərə ibadət etməkdən uzaq et. Baxın, nə qədər təhlükəli günahdır. Nə qədər əzəmətli günahdır. Bu, əslində İbrahim əleyhissalamın bu duası hər bir tövhidi iddia edən, hər bir tövhid əhli üçün örnək olmalıdır. Hər gün Allaha dua etməlidir. Allaha dua etməlidir ki, Allah məni də, övladlarımı da, zürriyyətimi də bütlərə tapınmaqdan, səndən başqasına yönəlməkdən uzaq et. Görün, nə qədər əzəmətli duadır. Sonra ayənin ardına baxın. Allah Teala buyurur ki, Rabbi innəhunnə adləlnə kəsiran minənnəs. Deyir ki, Rəbbim, onlar, o bütlər, insanların çoxsunu azdırdı. Haqq yoldan, doğru yoldan azdırdı. Həqiqətən belədir. Fəmən təbi'əni fə innəhu minni. Kim mənə tabi olarsa, o məndəndir. Fəmən təbi'əni fə innəhu minni. Və mən asani fə innəkə qafurur rahim. Kim mənə asi olarsa, üsyan edərsə, şübhəsiz ki, sən bağışlayansan və rəhimlisən. Baxın, dəyərli qardaşlar, bu ayələr bizə nəyi öyrədir? İbrahim Peyğəmbər aleyhissalam Allaha dua edir ki, özünün və övladlarının bütlərdən uzaq olması üçün. Biz İbrahim əleyhissalamı örnək götürməyək, kimi örnək götürək? İbrahim Peyğəmbər Allaha dua edir. Yalnız Allahdan istəməyi, Allahdan başqasına yönəlməməyi, bütlərdən uzaq olmağı. İndi deyilə bilər ki, burada ayədə ancaq bütlər qeyd olunurdu. Nə fərqi var? Əgər bir insan bütü qoyub, deyək ki, bütdür, heykaldır, daşdır və yaxud da ki, başqa bir şəxsdir, insandır. İstər həyatda olsun, istər torpağın altında olsun. Və yaxud da ki, əşyadır. Əgər bir insan ona yönələrək, ondan nəyisə də umlarsa, istəyərsə, kömək istəyərsə, imdad diləyərsə, nə fərqi var? Fərqi var? Heç bir fərqi yoxdur. Eşitmir, görmür, xəbəri yoxdur. Sən hər şeyə qadir olanı tərk edirsən, aciz olana yönəlirsən. Ağıl da bunu qəbul etmir axı. İbrahim Peyğəmbərin duası hər bir aqil insan üçün örnək olmalıdır, qəlbində, həyatında. Ola bilər bir insandır, salih insandır, vəfat edib. İnsanın ona üz tutması, ona yalvarması, ondan kömək istəməsi, ona vəsilə qoşması, bu onun uluhiyyətinə, Allaha olan ilahlığına, o ilahlığındakı onun inancına və həmçinin rububiyyətindəki olan inancına xələl gətirir. Necə bir insanın qəlbində əgər rububiyyət əzəmətlidirsə, uluhiyyət əzəmətlidirsə də, necə o Allahı qoyub başqasına üz tutur, ondan yardım istəyir. Əgər bir insan qəlbində iddia edirsə, Allahın Rəbliyi, hər şeyə qadir olması, hər şeyi idarə edən olması, hər şeyin sahibi olması mənim qəlbimdə əzəmətlidir və həmçinin Allahın ilahlığı, ibadətin yalnız ona xas olması mənim qəlbimdə əzəmətlidir. Necə bir insan o Allahı qoyub başqasına üz tutur? Yəni, insan özü-özündə bunu düşünməlidir, təhlil etməlidir. Əgər bir insanın qəlbində bu əzəmətlidirsə, necə hər şeyə qadir olanı tərk edibsən, gücsüz olan, aciz olan, Allahın yaratdığı olana üz tutursan? Baxın, tabinlərdən olan İbrahim Ət-Teymi, Allah ona rəhmət eləsin. Bu ayə barəsində nə deyir? Çox qiymətli bir söz deyir. İbrahim əleyhissalamın oxuduğu ayə barəsində. İbrahim əleyhissalam fikir verin, nə qədər Allahdan qorxan idi, nə qədər fikir verin. Burada müəllif qeyd edir ki, görün o Peyğəmbər nə qədər şirkin təhlükəsindən qorxurdu ki, şirkin aqibətinin pis olmasından qorxurdu ki, o Allaha dua edirdi ki, o bütlərə tapınmaqdan uzaq olsun. Eyni zamanda da övladları üçün. Görün nə qədər təhlükəli bir günahdır ki, o Allaha dua edirdi, çəkinirdi. O əmələ düçar olmaqdan, bütlərə tapınmaqdan. Hətta ona aparan bütün yollardan belə çəkinirdi. İbrahim Teymi buyurur ki, İbrahim Ət-Teymi, Allah ona rəhmət eləsin.
Deyir ki, İbrahim əleyhissalamdan sonra başqa deyir, kim bu bəladan əmin ola bilər? Yəni, İbrahim əleyhissalam özü üçün dua edərdi ki, Allah məni və övladlarımı və cünubni və bəniyyə ən nə'budal əsnəm, məni və övladlarımı, oğul uşağımı bütlərə tapınmaqdan, ibadət etməkdən uzaq et. Fikir verin, deyir, bu duanı deyir, İbrahim Peyğəmbər edərdi və bu günahın nə qədər təhlükəli olduğunu bildiyi halda o bu duanı etdikdə başqası deyir, necə əmin ola bilər? İmam-ül Hünəfə idi. Həniflərin imamı. İbrahim Peyğəmbər Allaha dua etdiyi təqdirdə bizim üzərimizə nə qədər çox düşür. Elə deyilmi əziz qardaşlar? Nə qədər dua etsə yenə azdır. Allahdan istəyək ki, Allah bizi Allahdan başqasına yönəltməkdən bizi qorusun. Fikir verin, Peyğəmbərimiz Muhammed sallallahu aleyhi və alihi və səlləm hər gün səhər və axşam davamiyyətli olaraq Allaha belə dua edərdi. Allahümme inni a'udhu bike minel kufri vel faqr və a'udhu bike min azabil qabr. Fikir verin duanın əzəmətinə. Allahümme inni a'udhu bike minel kufri vel faqri. Allahım, küfürdən və kasıbçılıqdan. Və a'udhu bike min azabil qabr. Eləcə də qəbrin əzabından sənə sığınıram. Baxın, görün nə qədər əzəmətli duadır. Hər gün Allah Rəsulü bu duanı edərdi. Hər səhər, hər axşam. Ona görə bizim bu duanı öyrənməyimiz yaxşıdır, əziz qardaşlar. Həm küfürdən, həm fəqirlikdən, həm qəbrin əzabından Allaha sığınmağa. Fikir verin, Peyğəmbər sallallahu aleyhi və səlləmin həyat yoldaşı Ummu Sələmə buyurur ki, Rasulullah sallallahu aleyhi və səlləm Allaha ən çox etdiyi dualardan biri də Allahümme ya musarrifəl qulub, sarrif qulubana alə taatik. Ey qəlbləri çevirən Allahım, qəlbimizi öz itaətin üzərində çevir. Buyurur ki, ya Rasulallah, məyərdir qəlblərdir çevrilir ki, Peyğəmbərin həyat yoldaşı Peyğəmbərə sual verir. O zaman ki, Allah Rəsulü dua edir, Allahümme ya muqallibəl qulub, sarrif qulubana alə taatik. Ey qəlbləri çevirən Allahım, qəlblərimizi itaətin üzərində çevir. Sual verir ki, ya Rasulallah, məyərdir qəlblər çevrilir ki, diqqət edin nə deyir? Deyir ki, bəli. Elə bir qəlb yoxdur ki, Ər-Rahmanın barmaqlarından iki barmağının arasında olmasın. O istədiyini necə istəyir, elə də çevirir. İstədiyini doğruladır, düzgün istiqamət üzərində, istədiyini isə saptırır. Yəni, qəlblər uca Allahın barmaqları arasındadır. Ona görə dəyərli qardaşlar, mömin, iman gətirən hər bir müsəlman daim Allaha dua etməlidir. Sabit qalması üçün, tövhid üzərində olması üçün, şirkdən uzaq olması üçün Allaha dua etməlidir. Uca Allahdan istəyirəm hər birimizi öz dini üzərində sabit qədəm etsin. Allahdan diləyirəm ki, bizi şirkə aparan və şirkə düçar edən hər cür vəsilələrdən uzaq etsin. Allahdan istəyirəm ki, bizi və valideynlərimizi bağışlasın. Allahdan diləyirəm ki, zürriyyətimizi salihlərdən etsin. Uca Allah övladı olmayan bütün müsəlman qardaş və bacılarımıza sağlam və salih övladlar nəsib etsin. Allah Teala zülmə məruz qalan bütün müsəlman bacı və qardaşlarımıza yardım etsin. Allahdan diləyirəm ki, bizim hər birimizə iman üzərində yaşayıb və iman üzərində ölməyi müvəffəq etsin. Sallallahu alə nəbiyyina Muhammedin və alə alihi və sahbihi əcməin. Subhanəkəllahumma və bihamdik. Əşhədu ən la ilahə illə əntə əstəğfiruka və ətubu iləyik.